Xudad Bağçılıq səhifəsinin üzvləri hər birinizi salamlayıram. Bugünkü prosesimiz Dədəli kəndində gördüyümüz layihəmiz 5-ci əkim sxemində kökaltı maksima üstündə Nimba, Primer Gigant və qarnam üzərində Babylon və Contes. Gördüyünüz kimi burada dərman hazırlamışıq. Təbii su və qumat yaxından çək. Bu kökün dezinfeksiyası üçün salınır buna və əkim sxemini də göstəririk. Çıxandan sonra gəl qardaş bir dənə yaxından çək. Üzü kökünü də qoyusu uşaqlar quyular biraz geniş qazılır ya kök çox kəsilməmək şərti ilə qələmin əkilmə sxemi üzü günəşə tök. Burada kübrəmiz də var, onu da göstərəcəm sizə. Tök qardaşımdan. Tök. Bax görürüz uşaqlar tökdüz. Yaxından çək. Gördüyümüz amafosu bax bu vəziyyətlə tökürük və torpaqlayırıq. Saxla. Uşaqlar qələmə əkəndə də gördüyünüz kimi göz çöldə olmaq şərti ilə əkin. Bir çox bağlarda görmüşük ki, göz çöl torpağın içində qalır. Göz çöldə olmalıdır ki, bu hissə kökünlə torpağın altında qalanda avtomatik çürümə verir. Və bağla bağlı bütün xidmətlər Xudad Bağçılıqda Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərir. İntensiv bağların salınması, intensiv bağların budanması, bütün aqro xidmətlər, bildiyiniz bütün xidmətlər Xudad Bağçılıqda. Video kimin qarşısına çıxırsa bəyənsin, paylaşsın, qayda etsin. Allah hər kəsin bağına bərəkət versin. Görüşmək ümidi ilə.